Şamaxıda hər şərait varmı Medsanda? Mən indi gedib kənardan görəm, ay nə gözəldir deyirəm, amma siz nevrolog kimi orada əlinizi atanda hər şeyi tapmalısınız. MRT-sini, KT-sini, dediyiniz daxili EKG-dir, bir sual-cavablar üçün. Sizin üçün hər şərait yaradılıbmı? MRT müayinəsi, maqnit-rezonans tomoqrafiya, kompüter tomografiyası, ensefaloqrama. Bundan əlavə, mən bir də qeyd etmək istəyirəm ki, ümumiyyətlə, nevrologiya belə bir sahədir ki, burada mütləq kardiologiya, endokrinologiya bir sıx biz əməkdaşlıq edirik. Bəli. Çox vaxt xəstədə yanaşı olaraq həm endokrinoloji, həm kardioloji problemlər olur. Bizdə Medsin klinikasında, yəni həftənin hər günü demək olar ki, kardioloq, endokrinoloq və biz sıx komanda şəklində orada əməkdaşlıq edirik. O baxımdan heç bir, belə deyim, problem olmadan bizə müraciət edə bilərsiniz. Təşəkkür edirəm sizə. Bir daha deyirəm, doktor Rəna Abbasova nevroloq olaraq hər həftənin birinci günləri Şamaxıda Medsan klinikasında olur. Əlaqə nömrələri ekrandadır. Zəng edə bilərsiniz, qəbula yazıla bilərsiniz və unutmayın ki, nevroloq müalicəsini və müayinəsini əslində gecikdirmək olmaz. Çünki gələcəkdə daha ağır fəsadlara yol verəcək. Mən 010 336 0101 və 010 və ya 020 ilə başlayan 265 0101 nömrələrini qəbula yazılmaq üçün əlaqə nömrələri olaraq diqqətə çatdırıram. Doktor, sizə təşəkkür edirəm. Minnətdaram gəldiniz, suallarımızı cavablandırdınız. Uğur olsun. Tək ki, bütün xəstələr şəfa tapsın. Çünki belədir də, yəni hansısa bir orqana müdaxilə mümkündür, amma bu beynin içinə heç gedib çıxa bilmirsən. Ona görə nevroloqun müayinə və müalicəsi mütləqdir, lazımdır, zəruridir. Təşəkkür edirəm.